biz bir gün necə həsrət ilə anarıq. Əziz 11-ci, mənim əziz balalarım, sizi məktəbi qurtarmağınız münasibətilə ürəkdən təbrik edirəm. Yeni həyat yolunda hamınıza uğurlar arzu edirəm. Sizi çox sevirəm. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Bu şeir Tahir kardeşimizin təşəbbüsüyle məzunluğun 20 illik yubileyinə həsr olunur. Əziz sinif yoldaşlarım, bacılarım, qardaşlarım, 20 ildən sonra yine toplaşmışıq biz bir yerə. Yaxamızda qırmızı lent, məzunluğa sevinirdik. Qara saçla gitmişeydik, ağ saçlarla geri döndük. Gülüşümüz şən, şağraqdır, indi yaman kövrəkləşib. Dərtsiz, qəmsiz uşaqlardıq. Zaman bizi çox dəyişib. Dərs arası tənəffüslər səbrimizin kasasıydı. Sən demə o ötən illər ömrümüzün mənasıydı. Biz dərslərdən qaçan zaman bu həsrəti bilərdikmi? Bilsək əgər Allah aman, dərsdən qaçıb gedərdikmi? 20 ildən sonra yine qayıtmışıq bu məktəbə. Hardadır Günəş müəllimə? Hanı Kifayət müəllimə? Hanı mənim körpəliyim, hanı mənim uşaqlığım, hanı mənim dəcəlliyim, hanı mənim şıltaqlığım? Zaman cəllad, ömür aciz. Kaş fərqinə tez varaydıq. Ötüb gedən illəri biz layiqincə yaşayaydıq. Zaman cəllad, ömür aciz. Hər bir anın öz hökmü var. Qiymətini bilmədik biz. Barı siz bilin dostlar.